Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Balıqçılar özləri tora düşdü. Dördünün meyiti tapıldı. 4 balıqçının cəsədi tapılıb. Günün xəbərləri yerli mediaya istinadla bildirir ki, meyitlər Vışera çayının akvatoriyasından Danilovluq qəsəbəsi yaxınlığında 4 aşkarlanıb. İlk 2 cəsəd birbaşa çaydan tapılıb. 65 və 40 yaşlarında olan kişilərin balıq torlarına dolaşdığı müəyyən edilib. Bu, hadisə yerinin müayinəsi zamanı təsdiqlənib. Qəsəbədən təxminən 1,5 km aralıda çevrilmiş qayıq tapılıb. Ümumi su nəqliyyat vasitəsinin yaxınlığında daha 2 balıqçının cəsədi aşkarlanıb. Onların 64 və 52 yaşlı kişilər olduğu müəyyən edilib və onlar da torlara dolaşmış vəziyyətdə olublar. İlkin versiyaya görə bütün 4 balıqçı eyni vaxtda həlak olub. Faciə gecə balıq ovu zamanı baş verib. Hadisənin səbəbləri araşdırılır.